Buradalar belə, bu evin halı çətin düzələ. Vay qız atası, ay 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 qız atası. Yatmamısan ay Vidadi? Yok az kalıb bunu oxuyum. Az qalıb, nəyə az qalıb? Hə? Nəyə az qalıb Vidadi? İzmirə getməyimiz az qalıb, nəyə az qalıb? Şəhərin axırına. Oş, yoruldum. Çıx düş. Sənə dedim ki, bu evə lift çəkdir, 2-ci mərtəbəyə. Bax, nə qədər adam bu pləkəni çıxar düşər. Nazı, eşidirsən mənə? Düşdürüm. Nardarandakı torpaq var, Hə. İstəyirəm onu satam geçsin. Niyə? Səndən yemək istəyir, içmək istəyir, sığal istəyir, tumar istəyir, pul istəyir, nə istəyir? Pul demişkən 100% sənin bacıva pul lazımdır. Ona görə istəyirsən satmağa, hə? Hə, əlbəttə ki. Nazının qohumları olsa, o dəqiqə danışarsa. Bacıva, qardaşın balalarına pul lazım olan kimi sat. Ay Nazı, bacımın bura nə dəxli var, 3000 diyor, 5000 diyor. Deməli, bacının limiti 3000-5000 arasıymış, eləmi? Yox, bacımı bura qatma. Nə? Boş-boşuna qalıb orada, gedib gələ də bilmirəm. Deyirəm, satım geçsin. Kürəkənlərini doldurar. Demədin ki, onu alıram kürəkənlərimə, hərəsi bir sahədə ev tiksin öz üçün. O kürəkənlərin nə olsun da? Nazı, əvvəla mən elə söz demədim. Demirsən Vidadi. Sən cəmaatın içində dedim, mən də üzə düşdüm. Dedim, verirəm. Hə. Nə kürəkən, nə torpaq. Kürəkən və dayağındır. Oğul əvəzində, oğul. Ay sağ ol, bax dedin ki, oğul əvəzi. Nazı, o apteka gedəndə dərman istəyirsən aptekçidən. Deyir ki, o dərmandan yoxdur. Əvəz edicisi var. Vereyim. Onda nə deyirsən, alırsan? Çox götür qoy eləyirəm, amma almıram, yox. Ay sağ ol. Bax, indi kürəkən yeri var. Oğulun oğul yeri. Əvəz edicidən adama oğul olmaz. Deyirəm, satacam vəssalam da. Olmaz da. Ay Nazı, mən getdim. Ay getmə, ay Vidadi. Getmə, şirin çay iç. Deyirəm ki, bax, zavtırk eləmədim. Bir dənə bundan Nazı, mən məktəbə gedən uşaq böyləməyim. Dərsə gedən bir uşaq çıxdımız işte, qoşaq. Yox. Deyəm, qoy bunu çıxardım da. İç şirin çay iç ki, beynin yaxşı inkişaf etsin. Qəşək. Deyirəm ki, Yaxşıdır, ha. Vidadi, bu gecə belə mıqq eləmədim ha gözümü. Ha götür qoy elədim, ha fikirləşdim, sən düz eləmirsən. Niyə? Al bunu çişdə deyəcəm sənə niyə. Bunu Bunu da çiş, arasında pendir var. Bacın göndərib rayondan. Ay Hadi yaxşı oldu, niyə sən mənə? öldürmərəm. İç. Ona görə ki, onlar sənin dayağındır. Dedim axı, sabah sənə bir şey olsa, Allah eləməsin. Başımın üstünü kəstirən kim olacaq? Kürəkənlərin. Nazı, düz deyirsən. Onlar qarğa quzun kimi mənim varımı, dövlətim bölüşmək üçün mənim başımın üstün kəstirəcəklər, düz deyirsən. Niyə elə deyirsən? İnanmırsan? İnanmıram. Bax, gəl onda məlik eləyək. Nə? Uşaqlara deyən ki, kürəkənlərinə vidadiyə təcili 30.000 manat pul lazımdır. Görək axşama biri bir çöp gətirib 3 manat pul kömək eləyəcək yoxsa yox? Bir dəqiqə dayan. 30.000. 30 yox, 50 desəm, bu gecə gətirərlər. Nə olur? Məşq gələk. Məşq gəldik. Məşq gələk. Məşq gəldik. Danışdıq. Danışdıq. Oldu. Gətirsələr, oradan mənə də verəcəksən. Oldu, yaxşı. Dayan, yox, 50 çoxdur. 50 çox yüksək getdi. 50-ni sən dedin. Yaxşı 30 olsun, nə yaxşı? 30 olsun, birinci 30 dedin. Qoy 30 olsun, hə? Hadi Bir mən dəqiqə dayan. 30.000 gətirməsələr, nə olacaq? Torpağı satıram, sənə də oradan pul verəcəm. Bax, ala bunu da ye.
Hə, pendiri də ye, onu da iç, ağzı da sil. Ay sağ ol. Hə, de sağ salamat. Getdim, De yaxşı yol. Bir daha gəl, yaxşı yol sənə. Hə, gəl keç. Deməli, otuz. Danışdıq ha bax. Danışdıq. Hə, getdim. Öpmədim axı səni, ay Vidadi. Gəl, gəl, çörək yeyirəm. Eləmi? Dayan görüm, dayan bir görüm. Başım ağrıdı. Bu qrupun adı neydi, qızların qrupunun adı? Neydi bu, anası? Məndən olub mənə oxşamayanlar qrupu. Məndən olub mənə oxşamayanlar. Ay, məndən olub mənə oxşamayanlar. Nətərsiz mama qurban, yaxşısınız? Deməli belə qızlar. Bilin, eşidin, adınıza. Vedadır, qohum salam verəcəm. Əli baba, bu nə vaxt işə gəlməkdir? Qohum deyil, sən də indi gəlsən də işə. Əli baba, belə işləyirsən ki, bir damcı yeri neçə vaxtı sıvıyıb tutara bilmirsən. Qohum, bəlkə elə bir qada gətirib tökün bura, bütün bu həyətin divarını işləyib tutarsın. Vedadır, qohum, bu sənə baha başa gələr, ay qohum. Nə qədər baha başa gəlsə, 3 ayda sənə xərclədiyimdən ucuz başa gələr. 3 ayda işləyirəm də, ay qohum. Mən istəyirəm ki, səliqəli olsun. Mən şəxsiyyətəm. İstəyirəm, ləyaqətli olsun da, ay qohum. Başa düşdün? Amma bir söz deyim, ay Vedadır. Bu nəzakət bacıda dünən yenə Abeddə mənə qreçka vermişdi. Qarnillə qreçka. Onunla usta işləyər. Elə bir mana vururam. Yorulub atıyorum da, olmaz axı. Yemək davası eləməyib. O gün sənə piti pişirmədi nəzakət. Bir şey deyil. Amma mənə qoyun əti olmaz axı Vedadır. Yedim pitini, dazgim qalxdı. Damlı ilə vurdu kəllə çarxa. İşləyə bilmədim, çıxdım getdim də. Bəs indi neyini Əli baba? Qohum, gör mən sənə nə deyirəm. Vedadır, bax sən yad adam dövsən, qudamsan. İstəyirsən günlük 20 manat ver mənə. Mən gedim pərəşkidən zaddan bir şey alım, yiyeyim, açışdırım, işi görün qutarsın Əli gitsin. baba, bilirsən nə var? Bəlkə qaydaq əvvəlki danışığımıza. Mən sənə zəhmət haqqı verirəm, yeməyi özün bilərsən. Mənim sənə verilərsə artıq pulum yoxdur. Bugün özümə pul lazımdır. Arabanı yığışdı, başını çıxardım. Vedadır, sən 20 manat var məndə, istsən verim, hə? Vedadır. Ne oldu be? Seçilmeyen o deputatlar kimi qanun niye qaradı? Səhər tezdən low xəbərlər zəng vurub bəd xəbərlərini verdilər. Ne olub? Ölüm itim var. Ölüm itim olsaydı ondan yaxşıydı. Adam ölür, aparıb bastırırsan, gəlirsən, qırxına kimi də yadından çıxır. Ay balam, aton kimi uzatma da sözü, ürəyim partladı. De görüm ne olub? Nəzakət zəng vurmuşdu ki, Vidadicimə 30.000 pul lazımdır. Ne olur olsun, istəyirsən göyə çıx, istəyirsən geriyə girginən. 10.000'i gətir, qoy stolun üstünə. 10.000? 10.000, 10.000. Sen ne dedin? Mən nə deyəcəm? Mənim deməyəcəyim sözüm var. Onların abrına gəlib, dil məcidin qapısı açıqdır. İtin... Gəldin. Yaşasın. Ayma, elə pis yuxu görürdüm. Təsəvvürlə saymışam, məcidin qabağından deməli keçirəm. Bir dənə it... Hələ ağzını apardı ki, ayağımdan tutsun, bu moment yuxudan ayıldım. Özümdə deyirəm, yuxunun təsirindəyəm indiyə kimi. 10.000. Hə, 10.000 adamın içində inanırsan, bir sıxıldım, ürəyim hövlak oldu. Şöyle yayma. İşte koydum. Kız atası. Yumurtaları niye içtin?
soruşur da yumurtalarını yiyeyim. Ben 3 saat burada oturup gözlemeliyim ki sen ben yemeği veresen. Ürəyim geçsin acından ölüm burada. Ben ona göre içtim. Demədim qayğanaq pişirəcəm. Qayğanaq 2 dəqiqəyə hazır olur. 3 saat nədir ki? Biz 2 dakika ölebilen nesillerden başa düştün. Yağ da qaldı orada isti-isti. Ne kaldı yağ istisi? Getir bunu üstünden içeceğim onu. Daha önce de çay içeceğim. Sen rahat olma getir bura. Çiğ yumurtanın üstündən isti yağ. İsti yağ. Çünki sən ölsən yeməkdən öləcəksən. Ya. Sənə nə olsa yeməkdən Hiç olacaq. bak biz nesillikçe yemekten yok. Borçtan ölmüşüz. Ha, Bəli. borc demişkən. 10 bini hardan tapıb gətirəcəksən papaya? Ben? Yox mən. Mende pul var. Hardan tapım 10 bini? Ha, ben 10 bin aktarım. 10 bin, 10 bin, 10 bin. Deyil oradan tap. Hardan? Hər ay ərəblərdən aldığın 3 minlər hanı? Hardadır? Sen bile danışan kırak denebilir ki Çingiz milyoner diye. 3000 gözüme girsin sen. Dünen ben ona lampiçka alıp getirmedim 3000'liği. 3 minlik? Bəli, 3000'li lampiçka alıp getirip həyata vurmuşam ki gün orta çağ olsun her şey. 3 min manatlıq lamçıqa. Ümmişler lambalı ne? Ne? Çingiz, Bəli. utanmayacaqsan o bir yeznələr pul gətirib qoyanda ortalığa sən yanıb baxırsan beynəsin. Hey utanmayacağım. Benim atamdı sen atandı. Başa düşmedim. Ben sen atan için niye pul aktarmam? Bu da evi satsın, gelsin bize kiraya kalsın. Ben de niye kirağa evimi veririm kiraya? Ərəblərə yok, vidadilere veririm değil mi? Ağlın özünə getməsinə 500 manat pul lazım olan kimi ev satırsan. Ev satırsan, ev satırsan. Çingiz mənə dəxli yoxdur. Hə. Məni o biri bacıların yanında baş aşağı eləməyəcəksən. O biri yeznələr gətirib ortalığa pul qoyanda sən də pul Bir qoyacaqsan. dakika kulak at. Birincisi o sen atandı. Benim atam değil. Sen. Utan ki ofisi bacılar getirip pul atandı ortaya sen diyecek. Sen özün utan. Sen atandı benim yok. Git tap ver atama pulu. Üz gördüm səndə İz Çingiz. gördüm. Üz İz gördüm. Mən ponçik qızım, şirin qızım. Yenə telefonu verdin onun əlinə. 15 dəqiqə hər gün baxmaq. Uşağın gözləri xarab olacaq da. Bayaq mənə o dediyin məsələ var idi ya. İndi yadıma düşdü. Pulla bağlı. Məndə yoxdur. Dən mamadan soruş. Mamadan soruş. Əgər varsa verəcək sənə. Dən soruş. Alik, Ay can. bayaq mən sənə ailə daxili söz dedim. Mən evin xanımı kimi, sən də bu ailənin başçısı kimi dedim qərar verək. Ay özünü bu evin xanımı sayan. Mən hələ ölməmişəm, sən ailənin başçısını təyin eləyəsən. Həli. Mənə bax. Anovu qoy qırağa. Qoydu. Amma Aton Vidadiyə böyük hörmətim var. Bu borc söhbəti elə şeydir ki, ailəyə söz söhbət Vay salır. vay 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 qırğın. Hə. Ona görə də mən təklif eləyirəm, mən evin başçısı olaraq təklif eləyirəm ki, Əlikiram ya borcu verməsin, Yoxdur, adam öldürmürlər ki, yoxdur. ya da bu 10 mini atası Vidadiyə hədiyyə eləyəsən. Evin başçısı kimi qərarı Əlikiram verəcək. Çox sağ olun. Çox gözəl söz dediniz. Mən elə gəlir ki, Əlikram mənim atama o pulu hədiyyə eləyər, borc verməz. Düzdür həyatım? Deməli, məsələ belədir də. Otur aşağı. Hə? Sabişa, gözəlim. Hədiyyə olar qılıncdan. Hədiyyə olar suvenirdən, güldən, ətirdən. 10.000 hədiyyə olar. Gel bana gel. Ben başa düşmədim. Sən niyə razı deyilsən axı mən papulyama pul vereyim? Sən başa düşmürsən, hə Balaşqa. Əgər pulu biz qayntaşqaya, sən papaya versək, sonra o pul bizə lazım olsa, Mamulya gedib dava qırğın salıb o pulu götürüb gətirəcək, verəcək bizə. Əgər Papulyaya versək, Mamulya heç nə eləməyəcək. Başqa, mən sənə başa düşürəm. Bax, sən düz deyirsən, sən düz danışsan. Amma bu mənim atam deyil, bu mənim qaynatamdır, bu mənim papulyamdır. Mən buna pul vermədiyimə görə bu məndən inciyər, qaynatamdır. Bağışlamadı da. Bundan sonra Balaşqa, mən neyniyərəm? Haram daşın salaram mən başıma. Ürəyim partlayır, yaşaya bilmərəm, ay Balaşqa. 10 dənə yumurtanı içmisən.
Amma 10.000 pul nədir? Bəli. Onu ortalığa qoymadın. Bunu da gördük. Neçə ildə ailəlisiniz? 11 ildə ailəlisiniz? 100.000 pul xərcləyib o kişi sizə. Amma 10.000 nə puldur? Dindirəndə sinəsinə vurur. Bəy, sinəsinə çat düşüb, sinəyə Sən vurur. kəs! Günah sizdə deyil. Günah heç məndə də deyil. Günah mənim valideynlərimdədir ki, siz gəlib bizim qapıya dirənəndə ki, Biz dirəndik. bu oğlu mənə kürəkən verin. Heç soruşmadılar ki, siz kimsiniz, nəçisiniz ki, soruşmadılar, nəçinə olan çingini sizin evə göndər. Biz Mən- dirənmişdik sizin qapıya. Bəli, mən də gəldim sizin evdə yeməklə sizin evin ruzi bərəkətini artırdım. Pis elədim. Neçə dəfə adama pul verərlər. Amma oğlum, siz bu pulu hara xərcləyirsiniz? Mən başım çıxmır. Hər dəfə Çingiz pul ver, Çingiz pul ver. Mən pul kəsirəm burada oturub. O dəfə verdim də pul. Bəs olmadı, yetmədi. Bəsdir. Sən qudurmusan ki, qaynanavın, qaynatavın evində bu cür özbaşınalıq elirsən, sən nə vaxt pul verdin bizə, hə? Hə? Səsin götürüb mama. aləmi sən kəs. Sən kəs! Səni nəzakət yumurta qabığı kimi əzər, sonra da bax belə yedistirə. Sən yığmısan məni boğaza, yığmısan. Küs sənin də qız başına, kimə getdi ərə, lütün birinə, beyləsinidir, nələsin az? Bunun kökü toxumu bilinmir heç. Nəli deylə giyinmişəm. Dur, göstər buraları. Salam əleykum. Hər vaxtınız xeyir olsun Vidadım. Salam əleykum. Vidadım müəllim, sizin yeni dükkanın dizaynı artıq hazırdır. Amma bir xahiş eləyəcəyik ki, ödənişi eləyərdiniz ki, biz işimizə başlayaq yavaş-yavaş. Hə, laf yaxşı. Sən onda bu sənədləri, kağızları verərsən mənə, mən evdə baxaram, sabah qərarımı deyərəm. Hə, yəni ki, yoldaşınızla məsləhətləşəcəksiniz də. Hə, yoldaşım bura nə dəxli var? Deyirəm kağızları ver, baxım sabah sözümü deyərəm. Heyf. Nə siz, nə o birisi bacım. Neri gedib yatıb heç anadan atadan xəbəri yoxdur. Anadan atadan anasız atasız böyümüşsünüz elə bil. Az. Otur görün sən də. Qulağınızı açın eşidin. Gəlin ki qapıdan içəri girdi, hər şey alır əlinə. 35 il əvvəl nəzakət nətər siyasət qurdu. Hamısı mıqq eləyib oturdu. Sümbülü də, həqiqəti də, hələ o birisiləri də. Həqiqət ölsün. Sən belə eləməliydin. Artıq pul, açar, kupça, dokument, qızıl, hər şey sənin əlində olmalıydı. Hər şey sənin əlində olmalıydı. Su istəyin. Nə istəyirsiniz bu qadından? Nə onun dediyini eləyəcəksiniz? Buradan alırsınız, buradan bırakırsınız. Buradan alırsınız, buradan bırakırsınız. Düzdür. Şəxsən mən, Nəzakət xanım, bilirsiniz ki, mənim pulum yoxdur. Hamısı təhmişdədir. Mən qazandığımı təmiz edirəm, dərin üst-üstə yığır, saxlayır. Məndə yox. Mişə. Haçan, Həmişə. Təhmişə sən nə vaxt pul vermisən? Bircə dəfə, mama, bircə dəfə 50 manat verib mənə. Onda da gündə 50 dəfə gəlib ki, göstər pulu görüm xərcləməmsən. And iç ki, pul xərcləməmsən. Gəl bura and iç görüm pul alır. İçməməyin dərdini Arvadımı tanımamışam. Ayıb olsun sənə. O qadının sənə çəkdiyi əziyyətlər sənin burnundan 50 manat kimi tökülsün. Siz bizə elçi gələndə mən sənə 50 manat verməmişim ki, əli boş gəlməyəsiniz. Hə, olmayıb böyle o şey, olmayıb. Hara getdin çıxdın? Hara getdin, çıxdın. Bəli, həmişə mən sənə 50 manatlar vermişim, amma sən həmişə məndən gizlətmişsən. Nə qədər mən sənə 50 manat vermişim. Səni 50 belaya gəl. Səni 50 belaya gəl. Matımız mutumuz qurudu. Nə toşnu anansan. Put sənin zatıma. Bəy nəslidir bu, bəy nəsli. Deyirəm, sənin də boynu yerə soxum. Sənin ərvin, səninki heç çıxmasın. Heç çıxmasın o torpağın altından. Bir dəfə, kişi sizi bir dəfə dedi bir sınayım ay nazı. Nə istədi ki? 30.000 manat pul istədi. Dedim, hərəniz 10.000 verəsiz. Onu da bacarmadın Çingiz, onu da bacarmadın. Sən o boyda kişinin qədrini bilmədin. Nə eləyirdi ki? Kim qabağa düşsəydi? 10.000 nədir? 10.000 verəcəkdin. Zato 100.000'lik Nardaranda, dəniz qırağındakı torpaq sənin olur. Nə oldu?
Az ne oldu? Az getir su getir. Ne oldu? Aç şimdi aç. Uşak öldü. Bu niye emelli başı bize başa salmırdı? Evvelden bunu diyerdik, biz de işimizi bilerdik ki burada mesele ne yerdedir? Ki 10 sot torpaq, bəli, 10 sot torpaq var, kimə nə qədər düşür, kimin haqqı nədir orada, sonra ben evin böyük... Sen sus. Hele bak böyle de otur. Evin büyük kürekeni. Evin büyük kürekeni değil seni. Sen evin en büyük zirzibilisin. Zirzibili. Zirzibili. Aileme bakın. Kül başına nasıl? Süleyman, bu yeni mağazanın dizaynı benim hoşuma geldi. Bu üstünde kafe shop olmağı da lap əla. Hə, gedin təmirə başlayın. Yox, mənim aydın deyə, amma ki, hər ehtimala qarşı deyirəm, bəlkə gedib yoldaşınızla məsləhətləşəsiniz. Ondan sonra biz işimizi görək. Yəni ki, Ben sana dedim ki, benim hoşuma geldi. Gedin işe başlayın. Bilirsiniz nəyə görə deyirəm? Dəfələrlə olub ki, yoldaşı gəlib, baxıb, bəyənməyib, biz o işi təzədən bir də başlamışıq görməyə. Yəni bizə bax belə bir zulüm verildi bu tərəfdən. Ay kişi. Bir işi min dəfə gör. Ay kişi, sana dedim ki, narahat olma. Akşam ben o pulu verərəm sana. Ama qoy bir aparım, əmərli, cəmərli baxım, görüm, nətərdir, bir qərara gəlir. Hə, amma yenə yoldaşınızla məsləhətləşəcəksiniz də. Ay kişi, yoldaşım baxsa da ona elə belə baxacaq. Son sözü burada mən deyirəm. Yəni ödəniş eləyəcək. Pulunuz çatacaq, narahat olun. Gedin məşğul olun. Oldu. Çox sağ olun. Xudahafiz. Gəlir yenə, nöş gəlir, bilirəm nöş gəlir. Necəsən həyatım? Yaxşıyam, yaxşıyam. Bildim nöş gəlmirsən. Təzə versə, təzə variant işlətmirsən ki, gələsən indi də naskamızın canına mənə and içdirəsən ki, neyin bahası da olursa olsun, aton üçün o 10.000 manatı mənim canımdan çıxardasan. Elə bilsən bilmir, hə? Mən sakitəm, mən sakitəm. Çox da əsəbləşmə. Hə, təsir göstərirsən mənə. Yazım bilərsən. Biz də gəldim sənə deyim ki, Ayib, hə? biləsən ki, Hə. məncə elə sən özün də yaxşı bilirsən ki, Neyi? mənim atam ac qalar, amma heç vaxt heç kimdən, ələsus da kürəkənlərindən 1 manat da istəməz. Səhv deyirəm? Əlbəttə səhv deyirsən. Kül mənim başıma. Vaxt var idi, nə yediyimi, nə içdiyimi, qazandığımı, gəlirimi, əlimdən qopan çıxıb gedən pullarımı hamısını açıb tökürdüm Vidadinin qabağında. Hamısını pikə-pikə qoydum o ucuna. Məndə ağıl yoxdur axı. Nə olsun? Nə olsun? İndi bax halına. Gör o boyda pəsəvəng nər kişi nə günə qalıb. Baxır kirəkənlərin ucuna. Yaraşar. Heç yaraşar. Ali, sən elə bilirsən ki, mənim atamın vəziyyəti pisdir sizdən pul istəyir. Hə, bəs nə üçün? Yox, həyatım. Hə, nə olub? Mənim atam kürəkənlərini sınamaq üçün pul istədi. Amma kişi başına gələcəyi bilsəydi heç bu sınağa girməzdi. Nə danışırsan? Neysə, Alik. Dayan, bir dəqiqə dayan, qoy özümə gəlim. Yazıq kişi. Ay. Deyirəm, Alik, Hacıqar əsərini bilirsən də, bax, o bu dövrdə yazılsaydı, inan ki, sənə baxıb yazardılar, heç ikinci adam lazım olmazdı. Üz vurma. Pərt oldum, üz vurma. Nəzakət xanımın yeməklərindən yoxdur da. İnan, 100 kilometrlərdən qoxusu gələndə bilirsən ki, bu Nazoşun yeməyidir. Narahat olmayın Nəzakət xanım, gedin o ərinizə deyin ki, problem deyil. Nə qədər pul lazımdır, Çingiz Ağa'nın qulluğunda hazırdır. Bəli. Bu nə danışıqdır belə? Bu nə tondur, bu nə belə? Məni qınamayın Nəzakət xanım. Mən adi layla ilə böyüməmişim, bu adi şahları oxuyurlar. Layla gedib yata. Mən belə oxumuyurlar mənə. Mənəm sən necə oxuyurlar laylayı ki, laylay dedim yatasan, qızıl gülə batasan. Qızıl gülün içində sən çoxlu pul tapasan. Biz belə böyümüşük. Ondan neləri gəlir danışığım. Tak ki, narahat olmayın.
Get atama deyirəm ki, qapı düşüb, mənim papağımı yerə sıxmasın. Deyəcəklər ki, Çingizin qaynatası qapı düşüb pul dilərir. Lazım deyil, Çingiz ölməyib. Bu dəqiqə Çingiz elə bir oğlan deyil, şəxsən evimin kılçasını sizə təqdim edirəm. Buyurun. Ay, buradadır. Qurbandır, götürsün, satsın. Nə qədər pul lazımdır? 30 min, 20 min, 5 min, 500 manat rahat götürə bilər. Bax, gör. Kupça. Kupça yox, kupça. Görsən, bəyənmirsən, belə də Çingizi. Gör o biri kürəkənlərvi də, gör Çingizi də. Çingiz, sənə nəslin qurban olsun. Az. Ay nəslindən bir xəbər. O kimdir ki, sən bütün nəsli ona qurban elədin. Buna görə hələ yoxlasan bəlkə də fiktivnidir. Heç bilmirsən ki, notariusda təsdiqlənib ya yox. Sənin baş daşında şəklin təsdiqlənsin, baş daşında. Çingiz, dayı mənə bundan sonra istəyir qızıldan belə açar gətir qoyu. Bunu əvvəldən eləmək lazım idi, indi keçdi. Problem deyil. Əvvəldən niyə gətirmirdin, hə? Sən böyük kürəkənsən, böyük kürəkən. Mən 5 deyəndə sən 10 verməliydin, 10 deyəndə 15 verməliydin. Onda deyərdim, nəslən səni bu yerə soxum sənin qız boyumu. Gəl qabları yox, hara getdin ay qız? Ha, qız deyil. Qız səni çağır. Yox, Ayvala, mənə qulaq as. Bir də sən mənə qulaq. Hə, gəlin düz deyir. Eşitdin? De, yaxşı adam sözün üstünə çıxar. Abala, adam qaynataya pul verməz. Hə, adam pulu qaynanaya verər. Deyinə, niyə cavabını verir? Niyə? Bax, qaynana bədəbətdə. Hər nə olsa, qızılını da satsa, gətirib sənin borcunu qaytaracaq. Amma qaynata ona inanmır. Bax, qaynataya ya pul verdin ha. Dedi ki, balığı dənizə buraxdın, ikisi də bir şeydir. Əlmi çək, tutardı, getdi balığı. Balaşqam, əslində Papulyaya pul lazım deyil. Papulya kürəkənlərini sınayır. Gördün. Hə, kürəkənli sınır. Yaxşı, ay oğul, mənə qulaq as. Onda evdə nə qədər pulumuz var, yığışdır maşında, sunkada, cibində. Apar hamısını ver Vedadiyə. Yaxşı oğlum, qoy Vedadi də görsün ki, mən nə cür şəxsiyyət bir oğul böyütmüşəm. Əla, Əli baba. Bayaq dedin, cibimdə olan qalan 20 manatım var. Onu da ver, pul çatmır. Qoyum üstünə. Ver. Hələ diyan görüm də, onu demə də. O 20 manat mənim bərəkət pulumdur. O cibimdə olanda üstünə pul gəlir. Əlmi çək, yeri çıx getdə. Əli baba, bərəkət vaxtı deyil. 2 qat gələcək. Sən narahat olmasan, ver mənə o 20. Yox da, yox, bu 20 manat, bu bərəkət olun. Yeri çıx getdə, gözü buna dikib. Get abala, get. Ay, baba, mənə Əli, verəcəm onu, yaxşı. Balaşqım, gəl. Narahat olma, desən, narahat olma. Həll edəcəm axı. Adam məsləhət də verir, pulu da gedir də sonra. Sabirşah, hara yox oldu bu? Sabir, niye oturmuşsan? Dur, tez elə, götürsün. Ay, yavaş ol, sındırmışdın. İşte ne oldu? Yavaş ol, tez elə, dur günə, gedirik, tez elə. Götürsün kabı. Neçə oturmuşsan? Hara gedirik? Necə deyir, hara gedirik? Bayaq demədin ki, vidadıcıma pul lazımdır, bizə ehtiyacı var. Tez elə, mənim balon, ovuc qızıllarım, başqa pullarım qurbandır vidadıcıma. Sən nə danışırsan? Belə məqamda, dar ayaqda, kişinin mənə ehtiyacı var. Mən şunu yarı yolda qoyaram, dur. Tez elə, götür bunları dayı, tez elə. Atsın bunun içinə. Deyirəm, Ali. Nə oldu? Heyf sənin o əziyyətindən. Nə oldu be? İqtisad Universitetində xərclədin o vaxtlarımı. Sən gərək verərdin incə sənətin aktyorluğuna. Dur. Sən bu yaşında indi inan ki sən xalq artisti almışdın. Bax bu qabiliyyət, bu bacarıqla. Halal olsun. Elə danışdın ki özüm inandım ki atamın problemi var. Ha nə artist deyirsən? Buna bax, necə mən... Nə artist deyirsən burada necə mənim üzümə durur, ağlından keçəni gün necə mənə üzümə şappadan deyir. Aktör olmaq üçün incə sənəti qurtarmaq lazım deyil, əzizim. Elə bircə həftə
Nəzakətin evində kürəkən olub, onun kursunu keçmək kifayətdir. Dur tez elə. Nə istəyirsən ki, indi keşmanama sataşmağa? Mən getdim gəldi alımcan tez elə. Oturma. Sabirşah. Qıraqdan baxan yer necə kürəkəndə, ay Allah, necə qaynaq oturur. Sabirşah. Nəzakət. Can nəzakət. Nə olub yaman bikef oturmusan? Nə oldu? Kürəkənlərin pul gətirib çıxarda bilmədi, eləmi? Bilirsən? Sənin kürəkənlərin üçü birə dəymez Nazı, biri də heçə. Onlar hər gün gəlib bizlə maraqlanmırlar, bizim pulumuzla maraqlanırlar. Pulumuz olmasa illərlə yadlarına düşmərik. Aydı dadı. Ay vidadi. Oğul əvəzini deyirdin mənə. Gördün? Hanı? Hanı pul? Oğul deyil, nağıldı, nağıl. Maçiki! Naska koymadın it. Koy görərdik nə deyir də bizim Çox haqqımızda da. dərdə gedirdi, çox dərdə. Dedim məni. Şəxsən mən bəy nəsli olan Çingiz bir böyük kürəkən kimi bilirsən ki sizə bir işarə bəsdir, alifə bir işarə. Elə mama başlayanda ki Nəzakət xanım ki Vitoşun vəziyyəti bildim. Hemen qaçdım, getdim Kıpçanı götürdüm evin Kıpçasını. Can. Öz evimizdə Kıpçasını sənə verirəm peşkeş hədiyyə. Qurbandır sənə, gel. Görsən papa, görsən Çingizin ürəyini. Ürək deyil. Eşidən kimi ki pula ehtiyacım var. Dedi satırıq evimizi, aparaq verək papaya. Sağ olun, Bəy sağ olun. nəsli, bəy Mənim özümün aldığım evi mənə qaytardığınıza görə sağ olun. Vidadicim. Xətuba. 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 Bax bütün qırqızınlarım var sənə qurbandır. Hamısı. Baba bu dəqiqə. Bunu boynundan aşıb sənin qabağına qoymayana heç dahilə oğlu verir. Baba buna cavab verirəm sənə. Sağ ol, Ali. Qurbandır. Sağ ol, Qurban. sağ ol. Papulya! 10 bini gətirmişəm. Hoş günlərdə xəstə Papulya. Maman qurban. Sağ ol ay qızım. Papulya, sən o sağlı balaşqamadın. Mənə olsa heç verməz. Sağ ol ay balaşqa. Deyirəm ay Vidadi, həmişə mən sənə dedim, səhər də dedim, axşam da dedim ki, bu kürəkənlərə güvən, kürəyindir, dayağındır, oğul əvəzindir. İnanmırdın, indi gördün mü Vidadi, gördün mü? Çox sağ olun hər biriniz. Ay sağ ol. Nazı, Can, can. sənin bu kürəkənlərin oğlun atıya eləmədiyi mənim üçün elədilər. Bu yaşımda bu mənim üçün də bir dərs oldu. Çox sağ olun, var olun. İndi Nazı tez elə bunları yığışdırın, verin bunları mənə. Mən tez gedim problemlərimi həll eləyim. Gəlin də bəs nəyə görə alırdım bunları? Getdim mən. Bəsləyirdin sınıyır bizi. Ha? Götür də fabriki qızılları. Qurma qurmusan. Qurma qurmusan. Canım əzizdir. Canım əzizdir. Vidadicimi canımdan da çox istəyirəm. Amma qızıllarımı hamısından. Qurma qurmusan. Qaytar mənim qızıllarımı. Qaytar. Hər şey eləyəcək. Qaytar. Qaytar. Qaytar qızıllarımı. Qaytar. Mama sənə bütün Neçə yəni? Mən verdim, gəldim, olmuş mu? Yox, Naska. Üz vurma ki. Mən heç yerə getməmişəm, buradayam. Mən sizi sınıyırdım. Vay. Nəzakət, gördün? Özə deyirsən ki, torpağı bölüşdür kürəkənlərin arasında. İndi kəsinkanı qoy qabağına fikirləş, görürsən, bunlara torpaq payı düşmür. Bir də sən ol, bunlara görə mərk gəl. Ay Vidadi, elə Yox, Mamulya. Nə Mamulya? Bilə çıxır ki, onda sən Nardarandakı torpağı versən bizə. Hə? Orada bir dənə qəşəng biz bağ evi tikib yayda dincələ bilərik. Gələcəksin Çingiz. Qapaçıq qabağın bağlı. Ay sağ ol, bağla. Aferin. Bütün qapılarım bağlı qalsın üzvə, bura gəl. Vay Vitoş. Nazı sizə, bax burada bir bağ evi tikəcək.
güneş vannası təşkil eləyəcək. Aha, cancı. Amma o güneşin şüaları sizi yandırsa, uf deməyin. Geç ora. Nazır, təbrik eləyirəm, sən mərci uduzdun. Xeyr. Mən getdim. Vidadi müəllim, Nazı heç vaxt uduzmuş. Sən get, bura gəl. Amanatlarınız buradadır. Amanatlarımız, bura gəl. Haydi ora görüb nə Səndən verin Nazır. Bura gəl. Hara gedirik Nazka? Sən çox qoturmuşdun. Andiç 56 verəcəmsə, göstər 56 göstər. Xarab oldu, qayıtdım. Ağzım kurusun ben sen. Anasından olup anasına okşamış. Orada. Təhmişə? Mişə. Haçan? Mişə. Gəl qabları yox. Hara varırdı? Yetsin elə. Az ne oldu? Az su getir. Ne oldu? Ay Çingiz. Özüme gel. Ne oldu? Bunu niye emredettiğimiz adam balası? Gülərlə qırağa çəkir, onu təşkilsinə ya. 3000'lik? Bəli, 3000'lik lampuçkalı gəlib həyata vurmuşam ki, gün orta çağ olsun, hər şey 3000 manatlıq lamışqa. Mişəllanmalı madlinə. Bir cümlə, mən önce dilim